gözəl ailəvi oyun gətirmişəm. Sona qədər baxın, inanın ki, çox bəyənəcəksiniz. Bax nə cürdür? Maqnitə dəyməməlidir. Dəyən adam uduzur. Nə cürdür? Misal üçün, bunu 3 nəfər də oynaya bilər, 4 nəfər də oynaya bilər. Fərqi yoxdur. Bu maqniti qoydum bax bura. Düzdür? Bir dəfə fırlatdım bunu. Dəydi, bax uduzdum. İkinci oyunçu götürür, qoyur bura. Misal üçün fırladır, heç nə. O biri oyunçu qoyur, fırladır. Hərəsi bir dənə bunu fırladır. Kimin maqniti dəydisə, həmin adam uduzur. Bax, bir dəfə də fırlatdın. Uduzur və daşları toparlayır bir dənə yerə. Kimin əlində daş tez qutarsa uduzan o olur. Bax, bunu qoydum bura, düzdür. Bax, fırlatdım bunu. Bax, çoxaldı. Və bu biri komanda başlayır onu udmağa. Kimin əlində daşın hamısı toplanırsa, uduzan adam o olur. Yox, udan adam o olur. Daşları çox toplayan olur. Çox maraqlı bir oyundur. Mən özümdə götürmüşəm bunun başqa modelin. Yəni superdir. Uşaqlarla ailəvi, balaca, böyük hər kəs oynayacaq. Çox sevəcəksiniz. Cəmi 2 ədəd gətirmişəm. Mağazaya gəlin. Bir də ki, bunun içindən belə bir daşlar çıxdı. Mən bilmədim bu nə içindir. Kimsə bilirsə, zəhmət olmasa yazsın. Bunlar nə cür oynanılır? Maqnit deyil bu. Onu da bizə məlumat verər.